topraqları da qurtarırlar. Bugün bağımsız, bir özgür bir Qarabağ vardı. Bir Qarabağsız bir Azərbaycanı Və onlar başlıca Qarabağlı bir bir devletimiz var. Doğrudur. Baxın, çox önəmlidir. İlyas bəy, sözlərinizə bir katkıda bulunum. Millət olaraq çox önəmlidir. Azərbaycan milləti Çarlarla savaş, yəni Tezarlarla savaşdan sonra hər zaman bir sıxıntılar yaşayıb, bir soyqırımlar yaşayıb, ziyalılarımızı öldürüblər, Bakıda hadisələr görmüşük, torpağımıza təcavüzü olubdu, insanlarımızı qətl eləyiblər, həm güneyində, həm quzeyində, torpaqlarımızda böyük bir sıxıntılar yaşadıblar cinayətkarlar. Bu Qarabağ savaşı, 2-ci Qarabağ savaşı və burada yeri var ki, 1-ci Qarabağ savaşının da şəhidlərini sayğı ilə yad eləyək. Yəni orada o az imkanatla düşmənin qarşısında savaşmaq, biz o dönəm Urmiyədə yaşayırdıq. Ona deyə bilər ki, o 1-ci Qarabağ savaşı idi ki, o 2-ci Qarabağ savaşı yəni, yetişdirdi, olgunlaşdırdı. Təkamül, yəni ideolojik olaraq da, dünya görüşü olaraq da. Baxın, mən fürsətdən bir faydalanmaq istəyirəm. Şəhadət fəlsəfəsini bir daha Azərbaycanda dirçətdi. Vətən uğrunda şəhid olarsan, devlət uğrunda, bayraq uğrunda şəhid olarsan, devlətin və bayrağın və millətin ayaqda qalır. Tarix yaşar. Və bu qürurla bu günlərin, baxın, bu günlərin spor sahələrində, muzikdə, çeşitli bir yerlərdə bu Qarabağ zəfərinin ruhunu insanımızda görürük. İş adamlarımızda da bu cürdur. Diplomasiyada da bu cürdur. Azərbaycan devlətinin diplomatları dünyada gəzib dolaşanda, sözləri yetirəndə, görüşmələrində bir qürurla gedir. Bir sınqın sıxılmış bir devlət ya millət kimi deyil. Cumhurbaşqanımız oturanda biz oturuşunu mən çox sevirəm. Məsələn, oturuşunda bir devlət başqanı kimi oturur. Bu, o qanunların, o şəhidlərin qanının sonucunda olubdur. Baxın, Türk dünyası dediniz ki, Türk dünyasının bayrağını sərdik ki, paşamızın heykəlinin üstünə. Bunu da unutmayalım ki, çünki Polad Həşimov yəni ülkücülük düşüncəsi ilə, turancılıq düşüncəsi ilə yetişən bir paşamızdır. Baxın, zamanımız yəni bütün əsgərlərə Turan, Güney Azərbaycanı, Quzey Azərbaycanı və Türkiyə, yalnız Polad Həşimov savaşda bütün ərlərinə, bütün əsgərlərinə, bütün o neydi, döyüşçülərə, bütün əsgərlərimizə savaşı eğitim vermirdi. Onlara Güney Azərbaycanı da, Quzey Azərbaycanı da, o Turanı da sevdirirdi. Çox doğrudur. Bir savaş eğitimini verirdi, bir də onlara tarix dərsi keçirirdi. Çox bu bir gerçəkdir. Yox, o cürdür. Baxın, Allaha şükür olsun bu gün də mən təəddüdəyəm, soruram, soruşdururam. Mən bəzi siyasi təşkilatı və diplomatik nədənlərdən dolayı Bakıya gedəmirəm. Bu Türkiyədə də yaşadığım İran devlətinin hep baskısı olur, sıxıntılar olur filanlar, ayrı bir təhdidlər olur özümüzə, ailəmizə. Ona görə mən bəzi nədənlərdən dolayı gedəmirəm. Yəni ora çox arzum, yəni arzum budur ki, şəhid ailələrini gedəm görəm, məzarları görəm, o bayraqlar məzarların üstündə dalğalanır. İnanın, görürəm videoların, o qədər fəxr alıram bundan ki, üzülürəm insanımızın şəhadətinə, amma fəxr də alıram. Və nə mutlu ki, insan vətəninin yolunda şəhid olsun. Az öncə də dedim, zamanımız biraz kısıtlıdır. Bizim ordumuz bugün bir milli və dünya görüşlü ordudur. Bəzi ölkələrdə sağ-sol düşüncələri üzərində ordular qururlar. Çeşitli ölkələrdə bunu görürük. Azərbaycan Türk ordusu bir vətənsevərlik
və ideolojik bir, yəni milli ideoloji ilə bəslənib və boya başa yetişən bir ordudur. Və bu gün bunu da görürük. Həmd olsun Allaha. Dövlətimiz bu gün ordumuza çox gözəl imkanatlar sağlayır. Mən görürəm bunları, soruşuram. Modern silahlarla deyir ki, sən vurucu olacaqsan, düşmən səndən qorxsun. Çəkilsin qırağa. Hə, bizim heç bir millətinə savaşımız yoxdur. Şəhidlərimizi də bağrımıza basırıq. Amma qarşı tərəf bunu görməlidir. Bu gücü görməlidir. Və 35 milyon güneydə və millətimiz quzeydə ordumuzun arxasında hər zaman şəhidlərimizi yad eləyəcək. Ənvər Paşadan, Nuri Paşadan, Xəlil Paşadan və bütün bunların hamısını yad eləyək. Paşamızı da yad eləyək. Umuram ki, Güney də bir gün azad olsun boyunduruq altından və o ideolojimiz, bütövlük ideolojimiz, ondan sonra azad və özgür, demokratik bir Azərbaycan qurulsun və orada eləyə bilək ki, bir gün Təbrizdə İlyas bəy saat qabağında müzəffər ordumuzu görək. Şəhidlərimizin böyük portrelerini görək. Gün o gün olsun ki, Polad Paşanın heykəli Təbrizdə tikilsin. Bu da tikiləcək. Bu bizim istəyimizdir. Sayın İsmail bəy, baxın, proqramın sonuna yaxınlaşırıq, verilişimizin yaxın. Biraz da dəyərli izləyicilərimizə Polad Həşimovun anasından biraz bəhs edim. Yəni, gerçəkdən analar anası. Nə türlü tariximizdə bir Tömrüs ana var, Sara Hatunlar var. Yəni, böyle qəhrəman analar vardı. Analar anası. Yəni, böyle bir anadır. Yəni, deyərlər bir atasözü var, deyərlər ki, bir çivi bir nalı saxlayır, bir nal bir atı saxlayır. Bir atın üstündə bir savaşçı bir ordunu saxlayır. Bir orduda bir milləti, bir ölkəni saxlayır. Polad Həşimov belə bir dəstandır. Nə türlü tariximizdə bir Oğuzxan dəstanı, Ergenekon dəstanı, Bozqurd dəstanı vardı. Polad Həşimov da gerçəkdən bir dəstandır, dəstana dönüşdü. Yəni bunu biz araşdırdığımda, mən araşdırmalarımda da, yəni 400.000 dəqiqənin üzərində mənim çəkimlər oldu. Elə çəkimlər oldu ki, buradan da ünlü usta oyuncumuz, o da işıqlar içində yazsın, Rasim Balayevin ilgisini çəkdi. Yəni deyirdi ki, mən o çəkimlərə baxırdım, yəni yerimdə özümü dura bilmirdim. Yəni o qədər deyildi, qürur vericidir. Məni ağladırdı da, məni sevindirirdi də. Baxın, yəni sonuç nə çıxdı ortaya? Hangi şəhidin evinə getdim? Bilirsiniz nə dedi? Dedi ki, Qarabağı bizim uşaqlarımız getdi qurtardı, amma bunu kimdən öyrəndi? Bunu Polad Həşimovdan öyrəndi. Polad Paşadan öyrəndi. Polad üçün bunlar savaşa getdilər. Gerçəkdən onlar bir dəmir olsaydı, o savaşa getdiyində Polada dönüşdü. Polad belə bir başqa bir anası da, özü də anamız, yəni Səmayana hər zaman böyle onun ürəyində, onun bir Güney Azərbaycan sevgisi, Turan sevgisi, yəni tam olaraq böyle bir türkçü bir qadın. Yəni bunu Polad Həşimova da aşılamışdı. Polad Həşimov da Türkiyəyə gələndən sonra bunu belə əsgərlərinə, ailəsinə də aşılamışdı. Hər zaman ana anlatırdı, deyirdi, savaşdan gəldiyində bütün hər şeyi məndən paylaşırdı. Polad Həşimov belə bir paşalardan olmuyor. Kabinetdə otursun, odalarda otursun, belə bir şeylər paşalıq yapsın, əskərə kafa yapsın, zat nə idi. Gəlir də anasına deyirdi ki, əskərlərin ayaqları üşüyür. Onlara, qonşulara deyin, corab zat toxuyun, tamam mı? O corabları gətirirdi, əskərə paylaşırdı. Baxın, orada
Əsgər ağlayırdı, Qazi ağlayırdı. Dedi Polad Həşimov yalnız bizim üçün bir komutan değildi ki, bizim için bir qardaş idi. Bizim için böyle bir dostuydu. Yeri geldiğinde de bu paşa değildi, bu bir əsgər idi. Özellikle yani bir gün gəlir görür Səngərdə bir əsgər yoxlayıb. Onun silahını alır, demir ben buranın paşasıyam. Orada keşik verir. Yəni nə qədər də desək, nə qələmə sığar, nə kitaba sığar, nə dəftərə sığar. Özəlliklə də bunu da sizin dilinizdən eşitmək istəyirəm. Buradan Səmayana nələr demək istəyirsiniz belə bir verilişimizdə yekunlaşdıraq. Analar Allahın verdiyi ən gözəl Kutsal və qutsal bir mövcudlarıdır ki, Allah bəxş eləyir insanlara. Səmayanaya buradan mən salamlar deyirəm. Nəsib olursa bir gün əlinin öpbəyinə gedəcəyəm. Və nəsib olursa dediyim kimi çox yerləri görmək istəyirəm Quzeydə. Başda şəhidlərin məzarını bir ziyarət etmək istəyirəm. Güneyli qəhrəmanlarımız orada məzarları var. Səmayanaya deyim ki, inanın tariximizdə bir parlaq ulduz yadigar qoydu. Biz hamımız bu dünyadan köçəcəyik. Bu bir gerçəkdir. Tamamilə hamımız köçəcəyik bu dünyadan. Amma tariximizdə elə bir parlaq ulduzlar yadigar qoydular ki, və bu ana məktəbindən böyüyən, baxın, siz deyirsiniz ki, Polad Paşa ofisində oturub komutanlıq yapan bir komutan Paşa olmuyor. deyil də. Dedim ki, əskəri yuxu aparır, gəlir əlindən silahı alır, deyir, sən kimsən? Deyir, mən də bir yaşlı əskərəm, get yat günah. Bax, orada komutan, orada general, orada paşa olduğuna bildirmir. Bunu mən demirəm, bunu mən abartmıram. Çox doğrudur, çox doğrudur. Yalnız mən oradan bir video, mən çox çəkənlərdən birisiyəm. Sayın Səbuhi bəy də bəni eşidir, Səbuhi Rəhimli mediasında bunu yayınlayacağıq. Bunu bütün gedib araşdıra da bilərlər ki, əskər Polad Paşa dediyində, Polad Həşimov dediyində bütün övgülər, sayğılar, sevgilər, yəni vətən üçün ölərəm, yəni əskər belə bu yola çıxır. Baxın, bu bir enerjidir, bu bir gücdür, bu bir ilahi bir gücdür. Bunlara görgü tanığı oldum. Baxın, bunlar, bu güc, bu sayğı, bu sevgi bir ananın məktəbində böyüməkdən olur. Yəni ana o qədər düşüncə ortaya qoyub, evladını doğru düzgün yetişdirib, bir vətən qəhrəmanı ortaya çıxıb. İnanın, toplumda görürük ailələri, anaları, hər şey, bütün insanların anası onu sever. Amma tək bir, yəni özəl bir insanlar ortaya çıxar ki, tarixdə parlarlar. Baxın, öz tariximizə baxın. Hər bir hangi qəhrəmanımızın arxasında bir dağ kimin ana durub. Paşamızın anası da belə olub. Siz biraz bundan öncə dediniz ki, Səmayana, deyə bilərik ki, Səmayana bir savaş məktəbi, bir savunma məktəbi. Doğru, tamam. doğru. Amma bugün bir Səmayana Polad Həşimovun anası olaraq deyil. Yəni deyir ki, mən bütün şəhidlərin anasıyam. Bugün bir ocaqdır, gerçəkdən ocaqdır. Hər gün minlərcə insan Səmayananın gəlir, ona sarılır, onun əlindən öpür. Qazi ki, məsəl görürdü, o savaşdan dönmüş, qarnı, bağırsaqları, birinin ayağı gedib, birinin qolu gedib. Onlar belə gəlirlər Səmayananın əlindən öpürlər. Yəni, çünki elə bir paşa yetişdirdi ki, o paşa elə eğitim verdi ki, əskər belki o savaşdan qaça bilərdi. Savaşa getməyə bilərdi. Ancaq onu nə türlü bir komutan, ona vətən sevgisine, sayğısına aşılayacaq, o önəmlidir. Yəni, əskər gedirdi, əskər bana anlatırdı. Derdi ki, o kadar deyib,
zor koşulların, sərt koşulların altında biz yaşayırdıq. Amma Polad Həşimov orada olduğunda, yəni biz ölümü bilmirdik, biz qorxu bilmirdik, biz qaranlıq bilmirdik. Biz yəni deyə bilirlər silah yarası, kurşun yarası nə olduğunu biz bilmirdik. Yəni bunda bir ilahi güc var idi. Bunlar bir dünya görüşüdür. Bunlar ideolojik görüşdür. O paşamız bir dünya görüşü ilə böyüyüb, vətən uğrunda ölməyi özünə bir saadət bilir, vətən uğrunda qazılığı özünə bir saadət bilir. Mən fəda olum, torpağım bütöv qalsın, bayrağım uca qalsın, devlətim uca qalsın deyə bir anlayışdır. Dünya anlayışıdır. Bu yəni böyündünən çıxdı, oradan gəldi, buradan gəldi deyil. Bu bir fəlsəfə məsələsidir. Bu necə deyim, bir inanc məsələsidir. Və bunu kim bir insanda yarada bilir? İlk uşaqlıqdan anası. İlk uşaqlıqdan anasıdır ki, bu məsələlər yavaş-yavaş bu uşağın zehnində törənir. Yoldaşan necə olatsan, necə fədakar olatsan, qonşan necə olatsan, toplumda necə faydalı olatsan. Bizdə ata-baba söz var. Deyir ki, filənkəsin evladı olmuş. Deyir ki, devlətə, millətə hayırlı olsun. Baxın, bu bir anlayışdır, bu bir fəlsəfədir. Bu, biraz açıq deyim, mən başqa bir millətlərdə çox az görürəm bunu. Yəni, nasyonalist ya milliyyətçilik anlayışında da ben başqa toplumlarda görmürəm. Bunu mən çox Türk dünyasında və Türk toplumlarda görürəm. Azərbaycanda görürəm. Mən heç bir Quzeyli qardaşımızı, bacımızı görmədim ki, zamanında Güneydə olanda da, Türkiyədə yaşadığım dönəmdə bunların hər zaman dərdi Qarabağ dərdi olub. Adam məsələ Tehranda, Urmiyədə, Təbrizdə hastanəyə gəlirdi. O zaman Bakıdan çox gəlirdilər. Biz bunlarla danışırdıq. Nəyə gəlirdi? O zaman Bakıdan çox gəlirdilər. Biz bunlarla danışırdıq. Birinci Qarabağ savaşından sonra mən özüm o qaçqınların durumunu görmüşəm. Yəni gözümdən görən bir insanım. Arazın qırağında olmuşuq. Necə görmüşük, necə gəldilər, nə sıxıntılar, nə filan. İran dövləti bunları necə dolandırmaya saldı, necə sıxıntılara saldı. Necə ki, 2-ci Qarabağ savaşında da gördük, ordumuzun qabağını kəsdi. Bu insanlardan biz hər zaman soruşurduq ki, durum nədir orada? Deyirdilər ki, bir vətən, bir işğal altında olan torpaqlarımız var ya. Biz bunları analiz edəndə, bunları teorik açıdan baxdığımızda görürük bunun bir dərin altyapısı var. Vətən sevgisi, vətən fədakarlığı. Və mən düşünürəm ki, bu günlərim dediyim kimi Polad Paşanın bir çox əskərlərindən biri atsız şəkildə bir orduda zabitlər var, bir orduda rəsmi gözə görüşən ordumuz var. Bir də gözə görüşməyən qəhrəmanlarımız var. Yeri gəlmiş kimi onları da yəni yad etməmiz lazım. Bir çox şəhidimiz var, atsız qəhrəmandılar. Yəni dövlətimizin məsləhəti əsasında, prinsiplər əsasında bunların adı deyilmir. Yəni sadəcə o 3850 məzar ki orada var, şəhidlərimiz o deyil. Onun arxasında bir gözə görsənməyən mühtəşəm bir tarix yazılıb Qarabağın azadlığına. Doğru deyil. Yəni onları bəlkə dövlətin hər zaman gizli odalarında qalacaq o əsnad, vərəqlər, o adlar və bu insanlar təmənnasız, ad peşində olmadan, şöhrət peşində olmadan devlətin uğrunda, bayrağın uğrunda, vətən uğrunda və inandığı vətən uğrunda canlarını ortaya qoyublar. Mən təkrar Səmai Anaya salamlarımı, sayğılarımı iletirim. Böyük qəhrəmanımız Polad Paşamızın
ruhuna rəhmət oxuyuram buradan. İnansınlar ki, Güney Azərbaycan davasında Polad Paşanın adı hər zaman bir qəhrəman kimi zikr olub və olacaq. Dediyim kimi bu tarixdə yazıldı, bitdi. Bu gün sabah mənim sən yoxuq, amma bu tarixdə qaldı. Və çalışacağıq ki, bizlər həm siyasi təşkilatlar olaraq Güneydə, həm milli aktivistlər olaraq Güneydə layiqincəsinə şəhidlərimizin qanının qarşısında eləyə bilək davamızı, savaşımızı və millətimizin saadətinə və demokrasisine, azadlığına doğru götürə bilək. Və yeri var burada çox dəyərli dostum Hüccətül İslam Əzimi qədimdən yad eləyəm. Bu milli aktivistimiz bugün Tehran zindanındadır. İllərdir ki, orada zindandadır. Fars faşizminin zəncirinə çəkilmiş bu adam. Bu ruhanimiz, bu mallamız o ruhanilərdən deyil, yəni yesinlər, yazsınlar, vətəni unutsunlar. Bu adam İran devləti bunun ruhani paltarını əlindən aldı və saldı dustağa. Bu sosial mediada Qarabağ Azadlıq Ordusu Telegram kanalı yola salmışdı. İndi də var, hala durur, amma aktiv deyil. Polad Paşanın şəhadətinin xəbəri çıxdığında mənə mesaj göndərdi. Dedi ki, bizim tarixdə bir dönüm nöqtəsi oldu. O zaman idi ki, bu xəbər yayıldı. Devlət başkanımız, Cumhurbaşkanı bir şeyə gəldilər, yəni bu qədər də deyil. Sən təmbih olarsan, dedilər düşmənə. Və gördük necə təmbih oldu tarixdə düşmən. Dedi ki, İsmail bəy, Polad Həşimovun ölümünü və şəhadətini mən eşitdim. Mən illərdir Qarabağda savaşan, şəhid olan analarla, uzaqdan, yaxından danışıram. Bura gələndə Quran klaslarına gəlirlər, filana danışıram. Bu şəhidliğin arxasında böyük bir zəfər olacaqdı. Və öyle də oldu Sayın İlyas bəy. Və yeri var, o qəhrəmanlarımızı da, Yürüş bəy də, sairə qəhrəmanlarımızı da, Fars faşizminin zindanında olan qəhrəmanlarımızı da yad eləyək. Və mən mikrofonu sizə verirəm, əgər biz çox sağ sorunuz olmasa. Dəyərli soydaşlarımız, 6 il üstündən ötsə də 2020-də nə türlü Tovuz savaşlarında Türk dünyamızın, bütöv Azərbaycanımızın paşası vuruldu. Amma vuruldu dediyimdə bunun arxasında dünyalarca kitablar vardı. Hər kəs bilir nələr oldu. Ancaq o millət, o Polad Həşimovun düzənlədiyi ordu onlar yerində oturmadı. Onlar ayağa qalxdı, daha artıq o savaşa getdi. O 44 günlük savaşda nə türlü boyunduruq altında olan torpaqları əldə etdilər. Dəyərli soydaşlarımız, siz Səbuh Rəhimli mediasındasınız, esirdəsiniz. Bu axşam Tovuz savaşlarını, Polad Həşimovun qəhrəmanlığın, bütün bahadırlarımızın, bütün alpərənlərimizin, bütün şəhidlərimizin ruhu şad olsun. Onları sayğı ilə, sevgi ilə anırıq. Bütün şəhidlərin analarına, atalarına, onların yaxınlarına sayğılarımız, sevgilərimiz sonsuzdur. Biz də daha artıq Güney Azərbaycan türkləri olaraq Türkiyədə, dünya çapında hər yerdə də yaşasaq, belə bir olaya heç bir zaman duyarsız qalmarıq. Bunları sayğı ilə, sevgi ilə hər zaman anacağıq, bunları gündəmdə tutacağıq. Bu axşamda biz İstanbulda dəyərli dostum, ülküdaşım, soydaşım Sayın İsmail bəylə belə bir Polad Həşimov olayını, anılarını, onları gerçəkləşdirdi.
buradan da şəhid analarımıza, özəlliklə analar anası Səmaya anaya sayğılarımızı, sevgilərimizi sunuruq. Bir də ki, o dönəmdə çəkim yapdıqlarımızdan nə türlü Sayın İsmail bəy orada Polad Paşamızın heykəlini yapmış. Bu heykəldə hər zaman getdiyinizdə Səmaya ananın başının üstündədir. Onu eylə göz bəbəyi təkin qoruyur ki, bu heykəl bana Təbrizdən gəlmiş. Bu Təbrizdən gəlmiş. Bu bir Təbrizin hədiyyəsidir. Bunu yalnız demirik ki, məsələn, Sayın İsmail bəy yapdı ya bir. Bunu Güney Azərbaycan adına yapmış, oraya da göndərmiş. Belə bir çox insanın əməyi var. hədiyyənizdə çox yəni gerçəkdən o başımızın, gözümüzün üstündədir. Sağ olun. Deyir şaha bəzən bir idin bir hədiyyəsi yalnız onun öz adına deyil, bir millətin adınadır. Bir millətin adınadır. Siz də çox sağ olun, var olun, sayğılarımı, sevgilərimi sunarım. Üçün çox sağ olun. hər zaman Çox sağ olun. Sağ olun. Allah əmanət qalın.